halkın yaddaşında olacaq. Biz aktör olaraq, incəsənət xadimləri olaraq həmişə o xatirələri biz, yəni bu qan yaddaşıdır və bu qalmalıdır, bu xalqımızın milli sərvətidir. Dünyada ən gözəl sərvət olan milli sərvətdir. Və biz çox varlı millətik, varlı xalqıq. Və həmişə bu xatirələr yaşasın, yenilər gəlsin, davamı olsun, kəsilməsin, axarlı olsun və bu gözəl əhval-ruhiyyə ilə biz sizdən ayrılmaq istəyirik. Növbəti kinokluba qədər sağ olun, var olun, gələn görüşlərə.